Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Siz aziz yoldaşlara, sırdaşlara selam arz edirəm. Il bayramını siz aziz müminlərə, Türk müsəlmanlarına özəlliklə təbrik deyirəm. Bütün müminlərə Allah'tan, Tanrıdan can sağlığı arzulayıram. Umarım ki bu kutlu, mübarək gecələrdə dualarınız qəbul olunmuş olsunlar. Qabaqçı günlərimizdə Həzrət Əlinin şəhadət günüdür. Mən o günü yenə də bütün müminlərə, müsəlmanlara, xüsusən onlar ki Həzrət Əlini özlərinə bir öndər, bir lider, bir imam, bir həkim biliblər, onlara da mən təsliyyət deyirəm. Xoşluram ki, elə o münasibətdə Nəhcül Bəlağədən sizə bir naməni oxuyam. Bilirsiniz ki, Həzrət Əli əleyhisselam onlar ki Beytülmalın malını yeyirdilər, həpür-çüpür eləyirdilər, xiyanət eləyirdilər o malda. Onlara çox həssas idi, onları mükafatlandırırdı, mücazat verirdi. Demək olar, bunun hakimiyyətinin əsası, binası ədalət üstündə qurulmuşdur. Həmən ki, Türk hakimiyyətləri onu bəsləyirdilər. Ədalət qavramını, zülmünə qarşı durmaq, məzlumun dalısında dayanmaq. Bu namə ki oxuram, elə bir valilərin birisinə yazır ki, çox bunun yaxın adamlarındandır. Amma o Beytülmalda xiyanət edibdir. Gəlin baxaq görək ki, Mevla Əli əleyhisselam onunla necə davranır. 41-ci namədir. Deyir ki, Kəənnəkə la əbən li qeyrək hədərtə ilə əhlikə turasəkə min əbik və ümmik. Sənin düşmənlərin dədəsiz qalsınlar. Sən bu malı miras kimin elə apardın evə ki, elə bir dədə malı idi, elə bir ana malı idi sən apardın. Fəsubhanəllah. Subhanəllah, bu bir mütərizə bir cümlə. Əma tu'min bil məad. Sən məada inancın yoxdurmu? Əv ma təxafu niqaşəl hesab. Və heç hesabı kitabdan qorxmursan. Əyyuhəl mədud kanə indəna min ulul əlbab. Sən bir zaman bizim yanımızda ağıllı, huşlu başlı, zəkalı bir insan sayılırdın. Keyfə tusiğu şərabən və təamən. Necə bu yeməyi, içməyi özvə gözəl bildin, nuş bildin. Tusiğu, nuş bilmək. Və əntə tə'ləmu ənəkə təəkulu hərama. Məyər sən bilmirdin ki, bu Beytülmalı belə basıb yemək haram malı yeməkdir. Və təşrəbu hərama. Bir haram bir şeyi içməkdir. Təbta'ul əma və tənkihun nisa minəl əmval əl-yətama vəl-məsakin vəl-mü'minin vəl-mücahidin. Sən bu Beytülmaldan oğurladığın malla gedib kənizlər alıbsan. Gedibsən qadınlar ixtiyarıva gətiribsən, onlarla evlənibsən. Hansı mallarla Beytülmaldan? Yetimlərin malları ilə, yoxsulların malları ilə, müminlərin malları ilə, mücahidlərin malları ilə. Onlar ki, əl-ləzīnə əfəəlləhu əleyhim hazihil ənval. Onlar ki, Allah Beytülmalın mallarını onlar üçün qoymuşdu, onlara vermişdi.
və əhrəzə bihim hazihil bilad və onların əli ilə bu məmləkətdə əmniyyət yaranmışdı. Şəhidlər də elə mücahidlərdən idi, möminlərdən idi, yoxsullardan idi, yetimlərdən idi. Bunlar vətən yolunda şəhid olmuşdular. Beytülmal da onların malları idi. Sən necə bu malı basıb yeyibsən, aparıbsan? Fəttəqillah vərdud ilə haulâil qavm əmvələhum. Allahdan utan, qorxşunan. Bu millətin malını qaytar qoy yerinə. Fə innəkə in ləm təfəl. Əgər sən bu işi görməsən, thumma əmkənənillahu minkə ləuzirənnə iləllahi fik. Allah mənə bu fürsəti verəcək. Mən sənə əlim çatacaqdır. Sən qaçmayacaqsan, qaçanmayacaqsan. Ləəzribənnəkə bisəyfiyyəlləzi mə zərəbtu bihi əhədən illə dəxələn nar. Bu qılıncla sənə elə bir zərbə vuracam ki, indiyə kimin kimsəyə o zərbəni vurmuşam, cəhənnəmə gedibdir. Odunla qovuşubdur. Vallahi ləv ennəl Həsən vəl-Hüseyn fəələ misləl-ləzi fəəlt. Allaha and içirəm, əgər Həsənlə Hüseyn, mənim balalarım, belə bir işi görərdilər ki, sən görmüşdün, ma kanət ləhuma indi həvadətun. Heç vaxt onlar məndən xoş üz görənməyəcəkdilər. La zəfirə minni bi iradətin. Heç vaxt arzularına, amaclarına çatmayacaqdılar. Məyər bu ki, hətta axuzəl haqqə minhuma. Əgər Həsənlə Hüseyn Beytülmalın malını yemiş olsaydılar, onlardan da mən çıxaldacaqdım, bu haqqı alacaqdım. Və uzihəl batilə ən məzləmətihima. Mən o haqqı onlardan alacaqdım. Və o batili ki, bir zülm ilə yaranmışdı, mən onu aradan götürəcəkdim, qaldıracaqdım. Uqsimu billahi rabbil aləmin. Aləmlərin Rəbbinə, Tanrıya, Allaha and içirəm. Ma yəsurruni ənəmə əxəstəhu min ənvəlihim həlalun li. And içirəm ki, o şey ki, sən müsəlmanların malından nahaq yerə aparıbsan, mənə həlal idi. Amma sevinmirdim ki, onu neyniyəm, o mirası qalanlara neyniyəm, qeytərəm. Ətrukuhu mirasən limən bə'di. Fəzzəhi rüvəydən. Əl saxla, dayancına, qorxcuna, fəkənnəkə qəd bələğtəl məda. Belə düşüncünən ki, sən yaşayışın sonuna çatmısan. Və dufintə təhtəssəra. Elə bir buradan getməlisən. Topraqların altında gizlənəcəksən. Və urizət ələykə ə'malukə bil məhəllilləzi yunadi əz-zalimu fihi bil həsrə. Belə düşüncünən ki, sən o yerdəsən ki, sənin bütün əməllərin sənə ərzə olunacaqdır, sənə göstəriləcəkdir. Ondadır ki, zalim həsrət ilə bağıracaq, çığıracaq və yətəmənnəl müzəyyi'u fihi ər-rəcə və la təhinə mənas. Ondadır ki, o insan ki, ömrünü təbah eləyib, fürsətləri əldən verib, ondadır ki, qeyitməyi arzulayacaqdır. Amma nə təəssüflər ki,
çıxış yolu, qapısı hər zaman buna bağlı olacaqdır. Amma təəssüf olsun ki, belə bir imamımız ola İslam aləmində, Şiə aləmində, təşəyyü aləmində belə bir imam olaraq, Beytülmal malına belə həssas olaraq, biz hələ baxırıq, görürük ki, Beytülmalın malını yeyib, amma imzasından heç xəbərimiz olmayıbdır. Sağ olasınız, gələn görüşə qədər.